Dostlar salamlayıram. Reyting müfəttişimizin deməli növbəti videosunda biz Mehrac Əkbərlinin oyununa baxacağıq. Gördüyünüz kimi adı silib, reytingi silib və ağlarda oynayır. Gəlin həmin oyuna baxağın. Mehracı da buradan salamlayıram, salam göndərirəm. Ağlarda oynayıbdı. Yəni həmin gedişləri ilə yenə analiz eləmişəm və oyuna baxmamışam. Y4 gedişindən sonra deməli qaralar Y5 oynadı, atını F3-ə çıxdı. Bundan sonra D6 gedişi olundu və filini C4 xanasından çıxdı. Deməli İtalyan oyunu oynadı Mehrac. Bundan sonra piyadanı qabağa verildi və tipik gedişdi bu ki, at gəlməsin bura və ağlar isə mərkəzdən D4 gediş elədi. Belə Haxo gambiti və yaxud da Scott gambiti demək olar buna. Vəzirini deməli Y7 xanasını oynadı. Yəqin ki, bu xananı qorumaq istəyir, amma bu xananı qorumağın bir mənası yoxdur. Artıq piyadanı qabağa vermişdi qaralar və ağların oradan heç bir hücumu yox idi və mərkəzdəki piyada götürülür. Bundan sonra piyada ilə götürülür və yaxud da ola bilərdi ki, qaralar vəziri dəyişmək istəmirdi. Bəlkə də ona görə vəziri Y7 xanasını oynayır ki, məsəl üçün piyadanı götürəndən sonra vəzir vəziri götürməsin və ondan sonra at da götürürdü bildiyiniz kimi bunu və buradan çəngəl istəyirdi. Ona görə ola bilsin ki, qaralar vəzirini Y7 xanasını oynadı. Bundan sonra ağlar atını C3 xanasına çıxır. C6 gedişi olunur. C6 gedişi əlbəttə ki, atın bu xanalara gəlməyinin qarşısını almaq üçündür və ağlar filini Y3 xanasına yerləşdirir. Qaraların isə bu gedişi hələ ki naməlumdur, çünki atı çıxmalı idi. Burada isə at qurban verilir. Deməli maraqlı gedişdir. Deməli vəzirlə vurandan sonra artıq fillə gördüyünüz kimi D4 xanasından vəzirə hücum olunur. Vəzir qaçandan sonra artıq geridə top boşda qalır. Yəqin ki, ağlar bu gedişi görərək eləyib və fil D4 gedişi ilə gördüyünüz kimi vəzir qaçır və bir daha vəzirə hücum olunur. Ancaq o gedişi ağlar görmür. Nəyə görə ola bilsin ki, görmür? Çünki topu vurandan sonra vəzirləri dəyişmək istəmir. Bəlkə də ona görə deməli vəzirə birinci hücum elə ki, vəzir qaçsın sonra, amma nəysə, ağlar o gedişi görmür, qaçırdılar o gedişi. Və qaralar filini Y6 xanasına çıxır. Bundan sonra fillər dəyişilir və atı mərkəzə oynayır. Gördüyünüz kimi də buradan da şah mövqeyi açılma üzrədir. Yəni şahın artıq qala qurması pozula bilər. Burada bu səhv gedişi idi. Nəyə görə? Çünki burada fillə vurulur. Bəli, vəzir əgər götürsəydi burada atla şah verdi və qaraların vəziri düşürdü. Qaralar isə topu oynamağı üstün bilir. Bundan sonra atla şah verilir gördüyünüz kimi. Həmçinin fil burada deməli topa hücum eləmişdi. Burada artıq qaraların qala qurması pozuldu. Bundan sonra şah verilir. Bəli, bu da çox gözəl gedişdi. Çünki artıq vəzir düşdü qaralarda. Topla götüründən sonra artıq qaralar vəzirini verir. Bundan sonra vəzirlə şah, vəzirlə topu gətirərək D1 xanasına atı qoruyaraq yəqin ki, mat vəziyyəti yaratmaq istəyir. Atı çıxır ki, buradan atla şah verməsin. Ağlar bundan sonra atla piyadanı vurulur və top gəlir və burada artıq bu piyada da götürmək olar və vəzirlə şah verilir. Bəli, şah deməli F6 xanasına gəlir, artıq at da götürülür. Bu da yaxşı oyun idi. Deməli, artıq qaralar şahını G7 xanasında gizlətdi. At geri qayıdaraq topa hücum edir. Top bir xana F8 xanasına qayıdır. Bundan sonra vəzirlə bir daha şah. Bundan sonra atla şah artıq topu verilməlidir. Bundan sonra toplar dəyişmək istəyir. Artıq burada topu götürəndən sonra artıq oyun bitir. Çünki at bağlamadadır. Qaraların yeganə gedişi hansısa bir piyadanı qabağa verməkdir. Bundan sonra vəzirlə J8 xanasındakı at vurularaq deməli artıq burada mat vəziyyəti yaranır. Mehrac da burada çox yaxşı oynayıbdı. Çox gözəl oyun nümayiş elətdirib. Təbrik edirəm onu. Deməli belə baxsaq Mehracın reytingi, yəni oyun stili baxımından düzdür. İndi açılışı zadı yaxşı elədi, ancaq bəzi gedişlərdə deməli bir gediş, iki gediş qaçırılan həmləsi var idi. Ancaq iki nidalı gedişləri çox yaxşı görübdü və deyərdim ki, Mehracın reytingi 700-800 civarında olan oyunçudur. Yenə də təbrik edirəm. Belə də davam eləsin və öyrənmək yaxşı şeydir. Şahmatda maraqlı epizodlar, maraqlı taktikalar çoxdur. Çalışsın, öyrənsin və öz üzərində işləsin. Yenə də təbrik edirəm Mehrac. İzlədiyiniz üçün sağ olun, minnətdaram dostlar.